Doktor, qulaq şəkilləndirmə proseduru zamanı əvvəla bunun müddəti nə qədər çəkir? Bu müddət ərzində, yəni silikon uşağın qulağında qaldığı müddətdə siz onu kontrola çağırırsınızmı? Və bu prosedur bitdikdən sonra o uşaqlar yenidən sizin yanınıza gəlməlidirlərmi, yoxsa artıq silikon çıxarıldıqdan sonra evə gedə bilərlərmi rahatlıqla? Bu müalicə müddətimiz ortalama 4 həftə çəkir. Bəzən 6 həftəyə qədər uzaya bilir. Mütləq hər həftə körpə yapışqanları kontrol etmək üçün, qəlibləri kontrol etmək üçün kontrola çağırılır. 2 həftədən bir silikon qəliblər dəyişdirilir. Təbii ki, müalicə bitdikdən sonra artıq hər hansı bir müayinəyə ya da müalicəyə ehtiyac qalmır. Sonradan bu deformasiya təkrarlana bilərmi, yoxsa əslində bitir yəni onda? Müalicə müddətinin həmən sonrasında qulaq qığırdağında çox az ödem qızarıqlıq olduğuna görə şişkinlik qızartı keçəndən sonra millimetrlik bir dəyişiklik müşahidə oluna bilər, amma o müalicə müddətində aldığımız nəticə qalıcı olur.